qaldım bu yerdə. Nərmin tez dilə gəldi, Nərminə cavab verdi. Yaxın gəlin uşaqlar, düzünü deyin mənə, hansı ad çox çəkilib? Nərmin yoxsa Nərminə? Sizcə Nərmin daha çox çəkib yoxsa Nərminə? İndi sizlərə çox maraqlı bir yolaq təqdim etmək istəyirəm. Bu xanım 7-dən 70-ə hamının qəlbini fəth edən şirin şəkil ləhcəsi ilə şeir deyən Aynur Qafarlıdır. Bugün uşaqları təbrik etməyə gəlib. Kəpənəyi nə elədiyinizi deyəcək. Aynur Qafarlını səhnəyə dəvət edirik. Hər birinizi xoş gördük. Küçük uşaqlar və böyük uşaqlar. Bugün uşaqların bayramıdır, 1 iyun. Məhz bugün üçün elə uşaqlara bir şeir yazmışam. Bugün iyunun 1-i. İlin gözəl günüdür. Bugünkü var təqvimin ən xoş, gözəl günüdür. Bugün görək hər uşaq fərəhli və şad olsun. Heç olmasa bircə gün qayğıdan azad olsun. Həmişə sevinəsiz, həmişə də güləsiz. Axı çox bənziyirsiniz, hər biriniz güləsiz. Bəli, iyunun 1-i bir hədiyyə günüdür. Uşaqların beynəlxalq müdafiə günüdür. Dünya özü gül bağı, hər uşaq bir çiçəkdir. Çiçəklərə bağbanın məhəbbəti gərəkdir. Gül balalar deyirəm, qəlbiniz aram olsun. Qoy sizin hər gününüz beləcə bayram olsun. Heç zaman görməyəsiz müharibə, qan, qada. Böyüyüb siz qoruyun sülhü qoca dünyada. Alqış istəyirəm. Bu şeiri məhz bugün üçün yazmışam. Elə bugün yazmışam. Mövzumuz belədir. Kəpənəyi neylədiniz? İlk olaraq Ramiz Rövşən şeirinə müraciət edəcəm. Amma bütün səsləndirim şeirlər elə öz şeirlərim olacaq. Çünki mən istəyirəm ki, uşaqlar həm də məni uşaq yazarı kimi tanısınlar. Çünki təzə başlamışam. Yəni elə eləyin ki, həvəsdən düşməyim. Ramiz Rövşəndən gəlir. Kəpənəyi neylədiniz? Qara-qara qarışqalar. Kəpənəyi neylədiniz? Toplaşdınız, top oldunuz. Qanat-qanat qopardınız. Daşıdınız, apardınız. Kəpənəyi neylədiniz? Ayrıldı gün işığından, sıyrıldı göy qurşağından. Qulağın bahtı tutuldu güllərin qışqırığından. Kəpənəyi neylədiniz? Dərdi düşər ağızlara, haraylar çağırar sizi. Nə yedirər doyuzdurar, nə qışdan çıxarar sizi. Kəpənəyi neylədiniz? Ramiz Rövşən qələmiydim. Mən də bir şeir yazmışam, kəpənək şeiri. Aynur Qafarlı qələmindən bir kəpənək şeiri də dinləyin. Bağ-bağçanın yaraşığı əlbəttə ki gül çiçəkdir. Gül çiçəyin sevimlisi zər qanadlı kəpənəkdir. Kəpənək gül sorağında. Onlar doymaz gül çiçəkdən. Güllər bənzər kəpənəyə, seçənməzsən kəpənəkdən. Gəzib bütün bağ-bağçanı sevinç səpər kəpənəklər. Sığal çəkib çiçəklərə bir-bir öpər kəpənəklər. Kəpənəyi tutma bala, zədələrsən qanadını. Qanadında zədə olsa, itirəcək həyatını. Çox zərifdir qanadları, ona dəymə, ölə bilər. Çalış tutma kəpənəyi, uçub yenə gələ bilər. Çalış tutma kəpənəyi, uçub yenə gələ bilər. Gəlin dinləyin məni. Sizə çoxlu sözüm var. Oxuyub elm öyrənin, gözəl göyçək balalar. Qəlbində
gəzdirir sevimli müəllimlər. Müəllimə borcludur mühəndislər, həkimlər. Müəllimi sevməyən heç vaxt güc ala bilməz. Həyatda müəllimsiz heç kəs ucala bilməz. Heç zaman itirməyin müəllimin zəhmətini. Yaxşı oxumaq ilə verin onun qiymətin. Sizin içinizdədir xalqın neçə müəllimi. Gəlin mən başınıza çəkim alim əlimi. Və düşünürəm ki, gələcəyin alimləri elə bizim sıralarımızdadır. Əgər Ceyhun yaxşı şeir desə, bizim ona hədiyəmiz var. Ceyhun, nə şeiri deyəcəksən? Musiqini biraz aşağı alın, biraz. Hə, Ceyhun, şeirin adı nədir? Ceyhundur. Sənin adın Ceyhundur, bəs şeirin adı nədir? En büyük sevənsən, yutmazcamsan, aylar bütündür, yok. Azərbaycan, Azərbaycan. Yine şey yok. Ayrıca. Deyən də gəlin başdan bir də izləyək. Gəlin, Ceyhun, gəl qabağa. Hə, bir də başladıq. Biz alqış istəyirik. Bir dəqiqə. Ceyhunu bir qəşəng alqışlayın. Alqışlayın. Aha, Ceyhun indi sizə şeir deyəcək. En büyük sevənsən, yutmazcamsan, aylar bütündür, yok. En büyük sevənsən, yutmazcamsan, anam da ona vətənsən, aylar bütündür, Azərbaycan, Azərbaycan. Alqışlar, alqışlar. Gəlin, gəlin, gəl, gəl. Bax, Ceyhun bugün bu bayramdan bu hədiyəni qazandı. Alqışlayın bir. Siz də hədiyyə qazanmaq istəyirsinizsə, çoxlu şeir öyrənin. Elə bizim ilk qəhrəmanımız. Bizim bu gözəl qızımız özünü təqdim eləsin. Adın nədir? Ayla. Ayla. Nə gözəl qızdır. Qız, nə gözəl adın var. Kim qoyub adın sənin? Ata. Atası qoyub. Ay, atanı bir alqışlayaq buradan. Bu gözəl balanı. Bax, elə bu gözəl balanı da alqışlayaq. Ne yaxşı ki, atan gətirib səni bura. Elə, ana da buradadır. Hə. Hə, nə gözəl. Onları çox istəyirsən? Hə. Hansını çox istəyirsən? Atanı, ananı. Biz fərq qoymuruq, ha? Ananı. Niyə görə ananı çox istəyirsən? Yeganə. Hə, indi şeirimizi desin balamız. Ayla, şeirimi de görün. Güzel bahar, güzel bahar, darılan bezler bahar, çatı çatı yüreğe getirirsen, yanaktan sana, sen bana, bahçemanı tezde, güzel bahar, güzel bahar. Ay, alqışlayın. O qədər yavaşladı ki, ancaq mən eşitdim ha. Amma çox gözəl şeir idi. Yəni, mən sizə əminlik edirəm ki, gözəl şeir idi. Mənim üçün ancaq dedi Ayla. Elə Ayla. Ayla, sənə kitab verək, yoxsa şar verək? Şar. Ay, sənə qurma, ged onun hədiyyəni götür gəl. Hə, indiki uşaqlar fərqlidir. Kitab yox, şar istəyirlər. Çünki uşaqdılar axı, onsa kitabı oxuyacaqlar. Hələ qabaqda bir ömür var. Sağ ol, Ayla dinə. xanım. Hə, bəlkə kitabda hədiyyə eləyək. Götür kitabını, bunu da, jurnal. Adın nədir? Aytaç. Ay Tac, ay Tac. Nə yeyirsən bugün sən belə? Mən piçini. Piçeninlə belə yüksək səs olar. Ay Tac, gəl şeiri de, nə şeir deyəsən? Bu anasını. Ben kız kız. Ben kız kız. Ben kız değilim. Bu gelmişti. Bu kız her günde. Evde kalırdı manasında. O bir sadece ana dedi. Ana ana can ana. O sadece ötürdü. Alqışlayaq Aytacı. Aytac ridadın? Aytaç. Aytac. Hədiyəmizi verək, göyərçin jurnalını götür. Oxuyarsan bizə deyərsən. Yaxşı, xoşuna gəlsin.
Adın nədir sənin? Əsma. Əsma. Nə şeir deyəcəksən? Ana, ana, can ana, mən sənə qurban ana, dilim badan şirindir, ay canım mərcan ana. Hə, bu da sənin tərtibatında belə şeirdir də, yəni düzəli şeirin, düz variantı budur. Elə sənin paltarın rəngindədir. Adın nədir? Aydan. Aydan şeir deyəcək. Ata, ata, can ata, mən sənə qurban ata, dilim baldan şirindir, bizə mehriban ata. Alqışlayın, alqışlayın. Ay, sağ ol. İndi Göyərçin jurnalını verək. Bu gözəl balamızın adı nədir? Vüqar. Şeir deyəcəksən, Vüqar. Söylə şöyle görək. Danış, Azərbaycanı danış. Babacan. Alqışlayırıq, alqışlayırıq, alqışlayırıq. Jurnalımızı verək. Bizim balaca balamız da gözləsin. Birazdan şahidlərimiz olacaq. Özünü təqdim et. Ulduz. Hansı şeiri deyəcəksən? Atamın şeirini deyəcəm. Atan şairdir. Ha. Onda atanın adını denə, biz atanı alqışlayaq. Anne Ramin. Anne Ramin. Alqışlayaq. İndi şeirini işləyəndən sonra xoşunuza gəlsin, bir də alqışlayacağıq. Adam özünü tapanacan, özün o kadar itirir, gördüğünde gözü kalır, gözün o kadar itirir. Ömrü arvada, uşağa bölmek için yaşarıq. Başımız bədənə bağlı, ne etsek ata bilmirik. Qollarımız qanaddısa, bəs niyə uça bilmirik? Səhər gedib axşam evə, gəlmək üçün yaşarıq. Bəlkə də ölənlərimizlə hər dəfə ölüb gedirik. Min dəfə ölürəm deyib, bir dəfə ölüb gedirik. Ölüm necə olduğunu bilmək üçün yaşayırıq. Alqışlayaq həm şeiri, həm də şeir deyəni. Tapmaca deyəcəm. Kim tapsa biz ona hədiyyə verəcəyik. Əziz balalar, diqqətiniz bizdə olsun. Amma sən demə ha. Nə heyvandır uşaqlar? Burnunda boynuzu var. Nə heyvandır? Hansı heyvandır? Aha, kərkədan sırada dayanın. Sırada gəl. Gəl dayan orada. Əgər 2 tapmaca tapsaz, sizi hədiyyə gözləyir. Aha, gözə görünməz, uçar, papaq götürüb qaçar. Nədir o? Gözə görünməz, uçar, papaq götürüb qaçar. Bayaq şeir dedim axı mən. Demək diqqət eləmədiniz. Külək, sən heç ikincini tapdın, eləmi? Sən ikincini tapdın, əhsən, gəl bura. Sən gəl bura mənim balam. Çöldə qalıb daş adam, dinib danışmır tamam. Sizcə o nədir? Nə? Heykəl, düz tapdı. Əhsən, alqışlayaq. Bax, birini də tapsan, sənə hədiyyə var. Yaxşı? Onun yeri baş olur, başdan düşsə boş olur. Sizcə? Ay oğlanlar, başda nə gəzdirirsiniz? Papa, hamı dedim, mən artıq buna bilmirəm kim utdu, kim uduzdu, onu deyə bilmərəm. Keçirik başqa tapmacıya. Gah bütövdür, gah yarı, göydən seyr edir yeri. Sizcə? Ay, sən düz tapdın. Gözdə, ikisini tapsan, gələcəksən yanımıza. Buxarlanır, qalxır o. Yağış olub yağır o. Su. Əsər. Bu söylədiklərim mənim tapmacalarımdır. Görək, Tunay kimlə deyəcək tapmacaları? Bir ağacım var, 12 budağı, hər budağın 30 yarpağı. İyi, düz bildi. Əsər. Siz baxın ha, nəzarət edin. Kim kiləni tapsa gəlsin yanımıza. Aha. Bağda bitər tağı yox, ha sıxarsan yağı yox.
Sizce? Biber. Aha, qoy biri də mən deyim. Güldən gülə o qonur, bəzən gül kimi donur. Ya, bəmək, Aysa, bunu da hamı tapdı. Olmadı ki. Ağza bir de dilim indi, gah belə deyir, gah elə. Yox, birinci nə demişdin? Düz bildin. Gel yanımıza. Mətbəxdə doğrayanda anam ağlayır onda. Soğan, ay Allah'a mı tapdı? Əhsən. Ağca atın alladım, Səmərqəndə yolladım. Hə, tapım bu tapmacana görə heç mən tapa bilmərəm. Məktub, görürsünüz mən tapdım. Amma bilmirdim ha. Hə, qoy biri də mən deyim. O xörəyə qatılır, yeyilməyib atılır. Sizcə nədir o? Ay qızlar, siz bilərsiniz. Hə? O yeməyə qatılır, yeyilməyib atılır. Nə yarpağıdır? Hə, kim ikinci artıq da. Gel bura. Babam oturub alçıqada, kim soyundursa gözü çıxar. Sizcə? Düzdür. Hə, özü təqdim et. Allah Osman. Osman, şeir bilirsən? Ben. Deyə bilərsən? De görək. Uşaqlar atamın başına cəm idi. Birinə dayıdır, birinə əmidir mənim atam. Nənəmə oğuldur, bacıma atadır. Anama sirdaşdır mənim atam. Gəlin buradan bütün ataları alqışlayaq. Atalara alqış gəlsin. Atalar, özünüzü gül alqışlayın. Ay sağ ol. Tunay, babamızın hədiyəsini ver, jurnalımızı gətir. Aha, götür jurnalı, deyən bu sırada, deyən burada. Gəlin mən aranıza girim. Sənin adın nədir? Ömer. Ömer, neçə yaşın var? 9. Ay maşallah, böyük kişi de Ömer. Ömer, şiir bilirsən? Bəli. Söyləyə bilərsənmi? Bəli. De görək. Vətən bu gününü Savadakı Tony'yu hakkı var ki öyünün Azərbaycan deyəndə. Azərbaycan Ürəklərdə döyünüm Azərbaycan deyəndə. Adın nədir? İranda. İradə, gəl yaxına, biz səni qəşəng görsünlər. Şiir bilirsən? Hə. De görək. El bilir ki sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Azərbaycan, Azərbaycan. Neçə yaşın var sənin? 9. Adın nədir? Əsmər. Əsmər. Sən gəl yanımda deyəm. Əsmər, şiir bilirsənmi? Bəli. De görək. Əlifba xəzinədir, onda birinci yatır. Hər şirin kəlməsində uşaq sevinci yatır. Gəlin heç tələsməyək, öyrənək əlifbanı. Bu dünyada onun tək əziz bir kitabxanı. Bu dünyada onun tək əziz bir kitab hanı? Adın nədir? Ayxan. Ayxan, şeir bilirsənmi? Uzun. Uzun nədir? Şeirin adıdır yoxsa şu şeir uzundur? Şeir uzundur. Qısasını bilmirsən? Biz 4-cü sinifdəyik. Şeirlər uzun. Aha. Həsələrimizin basaq uzun şeirini dinləyək. Hikmət sevir ürəkdən doğma Azərbaycanı. O həmişə öyünür vətənimə tayfanı. Amma bəzi suallar ona rahatlıq vermir. İlk dəfə bu torpaqda dövlət necə yaranıb, necə olub bu ölkə Azərbaycan adlanıb. Babasından soruşur, bilmədiyini bir. Baba da hər sualı təmkinlə izah edir. Bugün də bir suala cavab tapmırdı Hikmət. Görəsən nə deməkdir şəhərdə ilk cümhuriyyət? Yaxınlaşıb babaya, Hikmət istədi kömək. Baba başladı sözə, ona tumar çəkərək. Bilirsənmi şəhərdə ilk dəfə müstəqilliyə imza atan kim olub? Anamız Azərbaycan.
Milli dövlət qurdular, vətənpərvər oğullar. Bax budur cümhuriyyət, gerhimin ordu və gerhimin ordu. Tanındı odlar yurdu. Unut oğul, unutma bu sevinci, çalış vətənin kimi həmişə ol birinci. Əhsən, elə sən də həmişə ol birinci. Kimin şeiridir bu? Şəhla Zahid. Elə Şəhla Zahidoğanın qələminə əhsən olsun ki, belə uzun şeir yazıb və bu sənin özünə əhsən olsun ki, belə uzun şeiri dedin. Təşəkkür edirik. Hə, bu gözəl balamız, gül balamız mənim şeirimi deyəcək. Dünən yaxınlaşdı mənə, dedi ki, sabahları istəyirəm sizin şeirinizi deyəm. Hansı şeiri demək istəyir, özünü təqdim elə. Adın nədir? Fərman Əzizov. Ferman, neçə yaşın var? 8. 9 olacaq. 9 olacaq, hə. Fərman deyir ki, əvvəlcə mən alqışımı istəyirəm, sonra şeirimi deyəcəm. Fərmanı bir alqışlayaq. Ay, sağ olun. İndi Fərman şeir deyəcək. Kimdən deyəcək şeir? Şeirin müəllifi kimdir? Təbii ki də Aynur Qafarlı. Hər bir insanın vətəni vardır. Elə hər kəsə vətəni yardır. Mənim vətənim Azərbaycandır. Qədim tarixi şöhrətdir, şandır. Doğma məskəndir. Hər övladım şərəf gətirək onun adına. Odlar diyarı deyilir ona, gözəl xalqıma. Anadır, ana. Sıxmış sınavdan ol zaman zaman. Daim yaşasın qoy Azərbaycan. Daim yaşasın qoy Azərbaycan. Daim yaşasın, qoy Azərbaycan. Əhsən. Aynur xanım, olar ki bir şeir dedim. Əlbəttə olar. Bu şeir gül şeiridir. Gül sən nəyinə gərəkdir gül. Öpən dodağı yox, oxşay məni. Gəl gül də, çiçək də özümü salam. Sən biraz ağac, mən biraz dəli. Gül sən nəyinə gərəkdir gülüm. Hüsnün gözəlliyin dünyada təkdir. Əgər sən varsansa bir yeryüzündə, dünya başdan başa güldür, çiçəkdir. Gül sən nəyinə gərəkdir gülüm. Qoxla nəfəsini, çiçəyə dönür. Şairin sözünə yalandır demə, bütün yalanları gerçəyə döndür. Bütün yalanları gerçəyə döndür. Zəlimxan Yaqub qələminə əhsən. Əhsən. Elə sənə də əhsən. Bu balamıza zəhmət olmasa, ay sağ ol, hə. Ay sağ ol, hə. Çox sağ olun, Aynur xanım. Teşekkür edirəm, mənim balam. Çoxlu şeylər öyrənin. İstəyirəm aranızda bir daha şeir deyən var. Varsa gəlin, yoxdursa, aha, var mı? Gəlsin. Kim bilirsə gəlsin. Artıq yekunlaşmaq üzrədir. Saatımız yekunlaşmaq üzrədir. İstəyirəm bu saatı məhz bu uşaqlara verəm. Çünki bugün sizin gününüzdür. Gözəl göyçək balalar, gül balalar. Bax, görün nə gözəl bu qızlar geyinib, qəhrəman paltarları geyiniblər, əskər paltarları geyiniblər. Hə. Bax, özləri təqdim eləsinlər, dayıları şəhiddir, hə. Onların özləri təqdim eləyəcək. Atalar da qazidir, eləmi? Hə. Onda gəlin mənim gülbalarım. Siz bacısınız. Və bu qız kimdir? O da rəfiqəniz. Burada rəfiq olacaqsın artıq. Aha. Özünü təqdim et. Mənim adım Aydandır. Əziz Aydanım, sənin dayın kimdir, bir özünü təqdim et, onu təqdim et, görək o bizim hansı milli qəhrəmanımızdır, kimdir? Dayımın adı İmman Əmrasłanovdur. O şəhid uğrunda könüllü gedib. Ay sənə qurban.
bütün şəhidlərimizə belə deyək, məkanları cənnət olsun. Nə yaxşı ki bu vətəni qoruyan oğullar var. Tanrı heç vaxt bir də bizim anaları gözü yaşlı eləməsin. Və can, mən istəyirəm, bax bu gözəl balamız, qazi qızımız, qəhrəman qızımız bir şey desin. Nə? Əmraslanov Ümman çox qeyrətli bir oğlan, deyirdir alacağam düşməndən Qarabağı, qoymaram at oynatsın torpağında yağı. Alqışlayaq şeiri. Müəllifi kimdirsə bizim bütün qəhrəmanlarımıza, şəhidlərimizə, qazilərimizə yazan, belə deyək, müəllif şəhid atasıdır. Qələminə əsən, şəhidlərimizin məkanı bir daha cənnət olsun. Çox ağırdır mənə demək. Yəni uşaqlarımız həmişə qoy şən şeylər desinlər. Çünki ağrını uşaqlar gərək yaşamasın bu ağrını. Adam qıya bilmir axı bu göyçək balalara. Gözəl bala, sən özünü təqdim et bir daha. Mənim adım Əsmadır. Əsma, sən də şeir deyərsən mi? Bəli. Mən sülhə səs verirəm, milyonlardan biri tək. Qoy bir daha ordular üz-üzə dayanmasın. Mən sülhə səs verirəm, bombaların səsindən beşikdəki körpələr hıçqırıb oyanmasın. Mən sülhə səs verirəm, böyük kəndlər, şəhərlər viran olub qalmasın, tüstü duman içində. Mən sülhə səs verirəm, qədim abidələri yelə-yesan etməsin, toplar bir an içində. Mən sülhə səs verirəm, ağ saçlı anaların gözü yaşla dolub qəlbi darda qalmasın. Mən sülhə səs verirəm, cavan qızlar, gəlinlər baxıb yollara intizarda qalmasın. Alqışlayaq balamızı, Əhsən. Əhsən, gözəl balam. Sən də şeirini deyir, özünü təqdim et əvvəlcə. Mənim adım Gülşəndir, mənim 9 yaşım var. Bu günlər mən Əziz ana, can ana, gözəl mehriban ana, böyütdükcə bizi sən düşür saçlarına. Ay, analara yenə alqış deyirik. Analara alqışlar tükənməsin. Çünki analar ən gözəl alqışa layiqdir. Həmişə bizi qoruyur, bizi əzizləyir. Elə atalar da, hər ikisini Allah qorusun. Gözəl balalar, keçin, siz gedin yerinizi. Tunay, mən istərdim bir daha biz jurnallardan verək balalarımıza. Əli boş qaytarmayaq. Əziz uşaqlar, mən sizə hələlik deyirəm. Bu ilin 1 iyununda belə yola saldıq. Bir də gələn il, yəqin ki elə bu zamanda bir daha sizlə görüşəcəm. Amma sizinlə yəqin ki uşaq şeir kitabımla görüşəcəm. Çalışacağım gələn il kitabla gələm. Hələlik görüşərik.